mərhumun yaxınları ölüm hadisəsində əməliyyat aparan həkimi günahlandırır. Gülə-gülə zarafatla yaxşı əhval-ruhiyyədə xəstəxanaya gəldi. Əməliyyat olundu və ertəsi gün vəfat etdi. Demişdim ki, əgər lazerlə əməliyyat risklidirsə, onda adi əməliyyat edək. Dedilər, yox, heç nə olmayacaq, hər şey normal olacaq. Əgər hər şey qaydasında idisə, niyə öldü deyə mərhumun ailə üzvü bildirib. Urologiya mərkəzindən də baş verən hadisəyə münasibət bildirilib. Gənc qadında sidik daşı olduğuna görə daşın çıxarılması məqsədi ilə endoskopik əməliyyat aparıldı. Əməliyyatı mərkəzimizin aparıcı mütəxəssisi həyata keçirdi. Belə əməliyyatlar ildə azı 400 dəfə edilir. Həmin gün isə, səhv etmirəmsə, 3 əməliyyat aparılmışdı. Əməliyyat günü qanaxma olmayıb, lakin ertəsi gün hemolitik sindrom inkişaf edib. Bu, böyrək və qaraciyərin kəskin çatışmazlığı ilə özünü göstərib. Buna görə də xəstənin başqa klinikaya köçürülməsinə qərar verilib. Bu çox nadir ağırlaşmanın niyə baş verdiyinin dəqiq etioloji səbəbi bizə məlum deyil. Biz məsuliyyətdən yayınmırıq.